Səhər tezdən yolumuzu Kabuleti şəhərinə saldıq. Yağışdan sonra hava biraz sərin idi, amma yol boyu yaşıl təbiət, dəniz qoxusu və dağ mənzərələri sanki bizə xoş gəldiniz deyirdi. Yolda Ellate adlı maraqlı bir kafe gördük və səhər yeməyi üçün ora baş çəkməyə qərar verdik. Bu yer insta stildə kafe idi. Hər detalı ilə zövqlü idi. Terasdan dənizə və dağlara açılan mənzərə nəfəs kəsirdi, amma havanın sərinliyinə görə içəridə əyləşdik. Sifarişimiz omlet, meyvəli və şokoladlı blinçiklar idi. Həm dad, həm təqdimat mükəmməl idi. Günə xoş əhval-ruhiyyə ilə başladıq. Səhər yeməyindən sonra Batumiyə qayıdıb akvariuma yollandıq. Bura kiçik olsa da, içərisində müxtəlif növ balıqlar, egzotik dəniz canlıları var idi. Uşaqların gözləri heyrətlə dolmuşdu. Rəngbərəng balıqlar sanki suda rəqs edirdi. Hava yenidən yağışlı idi. Nahar üçün retro restoranına getdik. İçəri girən kimi isti və rahat bir atmosfer hiss olunurdu. Dizaynı retro tərzində idi. Köhnə musiqilər, yumuşaq işıqlar, taxta interyer. Burada toyuq şorbası, toyuq kababı, acar lobiyani və borş sifariş etdik. Yeməklər həm görünüşü, həm dadı ilə çox xoşumuza gəldi. Qeyd etməyə dəyər ki, Batumidə gənclər əsasən ingiliscə, yaşlı nəsil isə rusca danışır. Ünsiyyət baxımından heç bir çətinlik olmadı. Nahar sonrası yolumuzu şəhərin məşhur Delfinariyasına saldıq. Delfinari Batumidəki 6 May parkının mərkəzində yerləşir. Parkın ortasında isə böyük, sakit göl var. Bilet almağı 2-3 gün əvvəl planlaşdırmaq daha yaxşıdır, çünki yerlər çox tez tükənir. Delfin şousu təxminən 40 dəqiqə davam etdi, amma bu 40 dəqiqə uşaqlar üçün elə bil ki bir nağıl idi. Delfinlərin suyun üzərində havaya sıçraması, topu burunlarında fırlatmaları, insanlarla oynayaraq tamaşaçılara sevinç bəxş etmələri hamını valeh etmişdi. Bizim üçün bu səfərin ən emosional anlarından biri idi. Now to hear the voices in live. Anurula David, Bonusmart. Bravo. Şoudan sonra yaxınlıqda yerləşən zooparka baş çəkdik. Burada giriş pulsuz idi. İçəridə poni, meymunlar, lemurlar, tutuquşlar və digər heyvanlar var idi. Да, я видела, которые у нас ставят в зоопарке, вот они тоже были. Надо очень... Смотри. Неслись, Вау. ничего не делали. А это что? Как интересно, тут какой злой, а этот спокойно сидит. Маленькая. Другой бунтарь, наверное, бунтарь. Это большая. А он тоже злится? Нет, этот вроде нет. Bu parkda uşaqlar üçün atraksionlar da qurulmuşdu. Onlar orada doyunca əyləndilər. Gülüş səsi bütün parka yayılmışdı.
Günün sonunda Batuminin məşhur bulvarına yollandıq. Bu dəfə ora gündüz vaxtı getmək istədik, çünki əvvəlki gəzintimiz gecə olmuşdu. Yağışdan sonra hava təmiz, dəniz küləyi isə sərin və təravətli idi. Küçələrdə rəngarəng qrafitilər sanki şəhərin canlı ruhunu ifadə edirdi. Bulvar boyunca dəniz sahilində saysız plyajlar var. Hər addımda başqa bir gözəllik. Gəzintimiz Əli və Nino heykəlləri önündə tamamlandı. Bu simvol Batuminin ruhunu təcəssüm etdirir, sevgi və birliyi ifadə edir. Gün batarkən dəniz sahilindən görünən mənzərə o qədər möhtəşəm idi ki, sanki bütün yorğunluğumuzu aparmışdı. Beləcə Batumidə 6-cı günümüz də dolu-dolu təəssüratlarla keçdi. Dəniz, yağış, delfinlər və gülümsəyən uşaqlar.